Bugün 12 iyul tarixində Kürdəmirdə görkəmli güləşçi SSR idman ustası mərhum Rafiq Əliyevin əziz xatirəsinə və 72 illik yubileyinə həsr olunmuş Yunan-Roma güləşi üzrə turnir keçirilir. Yarış şəhid idmançı Adəm Əliyevin adını daşıyan Sağlamlıq İdman Klubunda təşkil olunub. Turnirin məqsədi ömrünü idmana həsr etmiş ustad idmançıya ehtiram göstərmək, eyni zamanda gənc güləşçilərin inkişafına dəstək verməkdir. Yarışa rayon sakinləri və idmansevərlər dəvət olunublar. İcra müəllim, bu cür gözəl bir tədbir təşkil eləmişsiniz. Bununla bağlı nə deyə bilərsiniz? Respublika səviyyəsində işləmiş alma. Bu Respublikadan da hətta deyərəm ki, Güləş Federasiyası dəfələrlə müraciətimiz olub. Onlar deyirlər bu yarışı gecikdirmir. Çünki bu Respublika səviyyəli bir idmançı olub, SSR birinciliğinin mükafatçısı olub. Bütün ömrünü demək olar ki, həsr edib idmana. Mən bir tərəfdən də xoşbəxtəm ki, mənim müəllimim olub. Mən ondan çox, bugün mənim bu güləşin belə bir inkişafa gəlib çıxmasında böyük səbəbkarı elə Rafiq müəllimdir. Mən bütün ömrümü qardaşıma borcluyam. Bugün SSR idman ustası istər rayonumuzun, istər ölkəmizin tanınmış şəxsiyyətlərindən olan, gözəl idman mütəxəssislərindən biri olmuş Rafiq müəllimin 72 illik münasibəti ilə rayon daxili turnir keçirilir idmanın Yunan-Roma güləş növü üzrə. Yəni bu kimi tədbirlərin keçirilməsi artıq Rafiq müəllimin istər xatirəsinə, istər digər şəhidlərimizin xatirəsinə həsr olunmuş. Yəni bu yarışların silsilə xarakter alması gənclərin idmana yönəlməsində müstəsna əhəmiyyət kəsb edir deyə düşünürəm. Bölgə TV olaraq sizə təşəkkür edirəm ki, yəni gəlib işıqlandırırsınız. Çox sağ olun. Minnətdaram. Allah Rafiq müəllimə rəhmət eləsin. Rafiq müəllim haqqında çox danışmaq olar. Nə qədər danışsaq belə azdır. Əsas odur ki, bugün belə deyək, çox da mötəbər, çox da geniş arenada təşkil olunmayan bu yarışla biz həmin şəxsiyyətin ruhunu anmış olduq. Təşəkkür edirəm sizə də, sağ olun. Xoş gəlmisiniz. Siz rəhbəri minnətdarıq ki, gəlib bizim belə yarışımızı işıqlandırırsınız. Rafiq müəllimin 72-ci il dönümünü Yunan-Roma güləşinin yarışını keçirtdik. Qalib və mükafatçıları yekunlaşdırdıq. Rafiq müəllimlə mən çox belə deyək də, düzdür, körpə də olsam, amma yoldaşlığımız olub. Yəni, onunla bir yerdə yarışlarda çox olmuşuq. Yəni, həqiqətən də Rafiq müəllim həm rayonda, həm el içində, həm oba içində seçilən hörmətli insan idi. Demək, Rafiq müəllim əməkdar bədən tərbiyə və əməkdar məşqçi adında layiq görüldü. Mən çox fəxr edirəm ki, rayonumuzda belə bir məşqçilər var. Biz də onun yolunu davam elətdiririk, yaşadırıq. İnşallah ki, biz də gələcəkdə ona layiq məşqçilər olarıq, bizi də davam elətdirən idmançılarımız, tələbələrimiz olar. Bütün uşaqları təbrik edirəm. Əsas odur ki, idman növləri, güləş növündə yer çıxmağın məsələsi deyil, uduzmamaq məsələsi deyil. Əsas odur ki, həyatda həmişə udsunlar, həyatda həmişə qalib gəlsinlər. İdmanda qazanılan ən böyük qələbə təkcə rəqibi məğlub etmək deyil, sağlam, güclü və vətənə faydalı bir insan kimi yetişməkdir. Rafiq Əliyevin ömür yolu da bu dəyərlərin bariz nümunəsidir. Bugün keçirilən turnir isə bir daha göstərdi ki, güləş ənənələri yaşayır və yeni nəsillər bu yolu uğurla davam etdirirlər.